Gəlin bugün daha bir fərqli meyvənin dadını yoxlayaq. Bu meyvə rambutandır meyvənin adı, tropik meyvədir. Dadı bir növ daha öncəki videolarda yediyim lisinin dadı ilə üzüm dadına oxşamalıdır. Yəni elə qeyd olunub. Bu kirpiyə oxşayan meyvəni gəlin bir yerdə dadına baxaq. Bu formada soyulur. Elə bir növ lisi kimi soyulur. Sadəcə bunun qabığı daha qalındır. Soyuruq. Baxın, bu formadadır. Belə bir şeydir. Bir növ lisinin böyük formasında, belə deyim. Eyni zamanda balaca yumurtaya da oxşuyur. Bildirsin yumurtasına. Gəlin dadına baxaq. Yəni məncə lisi bundan çox dadlı idi. Bundan nə üzüm tamı hiss elədim, nə də ki lisinin tamı. Ümumilikdə götürdükdə o qədər şirəli də deyil. Yəni ümumi dadı mən bəyənmədim. Yəni dad olaraq da təsvir edə bilmirəm nəyin dadına oxşuyur. Məncə bu meyvə lisi qədər deyil. Bəyənmədim. Tərlan belə deyir.